Pul qazana bilmirəm. Pul qazansam belə ancaq borca gedir. Və yaxud da pul qazananda, evdə pulum olanda, kartda pulum qalanda özümü daha çox narahat hiss eləyirəm. Əgər sən də dayanmadan bu problemlərdən əziyyət çəkirsənsə, olsun ki, bu sənin sinir sisteminlə əlaqəlidir. Mən psixoloq Ofeliya Əliyeva. Sənin mindset, yəni düşüncə setinin nəyə görə pula hazır olmadığını və hansı proqramlarının və sinir sisteminin nəyə görə tetikləndiyini bu videoda sənə izah edəcəm. Yəqin ki, yüzlərlə danışanım olub və bu yüzlərlə danışanın içərisində sadəcə pulla bağlı problem yaşayan insanlarla çalışarkən nəyə fərqinə varmışam? Söhbət ancaq pul deyil, söhbət həm münasibətdir, yəni pula qarşı olan münasibət, həm özünə qarşı olan münasibət, həm də sinir sistemidir. İndi gəlin bunları punktlar olaraq izah edim. Bax, əgər sinir sistemin pulu təhlükə kimi görürsə, birinci bu cümlədən başlayaq. Bir insanın sinir sistemi niyə görə pulu təhlükə kimi görməlidir ki? Pulu istəməyən insan var və yaxud da puldan qorxan insan var. Gəl indi sənin içindən keçən bu cümlələri fərqli bir rakursdan izah edim. Müəyyən qədər pul qazanırsan, məsələn deyirəm, əvvəllər 300-500 manat maaş alırdın. İndi sən 2000-3000-ə yaxın pul qazanırsan aylıq. Amma aylıq qazandığın pul daha çox getməyə başlayıb. Və yaxud da aylıq qazandığın pul müəyyən bir dərəcəyə çatanda artıq narahat olmağa başlayırsan. Ev almaq istəyirsən, maşın almaq istəyirsən, amma cibindəki pul arzularınla örtüşmür. Cibində pul daha az olanda bu xəyallarda deyildin. Xəyallarda deyildin deyə bu qədər stressdə də deyildin. Amma indi müəyyən qədər pul qazanmısan və artıq qazanmağa davam edirsən və yaxud da qorxursan ki, qazana bilməsən, artıq o sənin arzun, niyyətin, xəyalın həyata keçməyəcək. Bəlkə də artıq başlamısan müəyyən qədər manifestlər eləməyə. Necə? Hər gün yazırsan, hər gün xəyal edirsən, hər gün vizuallaşdırırsan. Amma bunu elədikcə də elə bil ki, narahat olmağa başlamısan. Məsələn, güzgüyə baxanda, Ferrarisi olan bir insana baxanda və yaxud da şəhərin mərkəzində 3-4 otaqlı bir evin olan insanlara baxanda, əksinə ondan motivasiya olmaq yerinə sanki down olursan, enerjin daha aşağıya düşür. Səbəb nədir? Səbəb manifestdə və yaxud da vizualizasiyada deyil. Sənin sinir sisteminin buna hazır olmamağındadır. Məsələn deyirəm, hər gün çörək almağı xəyal edirsən, mən indi düşəcəm, elə qəşəng bir çörək alacam, o pulu verəcəm. Təbii ki, sən bunu xəyal eləmirsən, çünki bu sənin üçün adidir. Deməli, sənin sinir sistemin üçün əgər xəyal elədiyin şeylər yaxşı deyilsə deyəndə təhlükəlidirsə və yaxud da sənin sinir sistemin və beynin başa düşürsə ki, çörək almaq qədər bu sənin üçün adi bir proses deyil, onda nə olur? Sən artıq stressə düşürsən və stressə düşdüyün üçün olduğun mühitdə qane olmamağa başlayırsan. Məsələn, işdə oturursan, bu ay müəyyən dərəcədə müştərin var və yaxud da müəyyən bir qazancın var, artıq planlamısan. Qazancını artırmaq yerinə, yoxdur axı, filan qədəri çatmır axı və yaxud da görürsən, borc götürüm, neyniyim? Ancaq bu düşüncələrdəsən. Deməli, artıq sən pul qazananda özünü borcluluq bilincinə, fərqindəliyinə və yaxud da sənin üçün stres yaşadacaq bir mühitə apardın, daşıdın. Ona görə manifestlərin işə yaramır. Ona görə oxuduğun kitablar işə yaramır. Ona görə bugün getdiyin yol sənin sinir sistemini daha çox tetikləməyə başlayır. Mən inanırsan neçə insan görmüşəm, öz arzularının altında boğulan. Bəli, yəni sanki böyük bir bina aşıb və onun altında qalıb. Çünki arzularına çata bilmədiyi üçün, özünü təsdiq edə bilmədiyi üçün, istədiyi qədər qazanmadığı üçün, istədiyi həyatı qura bilmədiyi üçün dayanmadan stres yaşayır. Halbuki günü bugün onun bu arzuları əgər olmasaydı, bəlkə də daha rahat yaşayardı. İndi oradan bəlkə də qışqıran səslər var. Necə yəni arzum olmasa necə yaşaya bilərəm? Xeyr, arzun niyyətə dönmədiyi üzrə, arzun hədəfə keçmədiyi üzrə, arzun səni daha çox motivasiya etmədiyi sürəcə sən uğursuz olacaqsan. Yaxşı, videonun digər hissələrində danışarıq. Arzunu niyyətə və həmçində hədəfə necə keçirmək olar? İndi keçək sinir sisteminin nələrlə əlaqəli olduğuna. Bax, ailəndə pul qazanan və pul itirən insanlar olub və yaxud da ailən sənə sənin bu ailəni xilas etmək rolunu verib və ona görə də sən bəlkə də özünü çox müqayisə etmisən, bəlkə də zaten bir ailəni xilas etmək məsuliyyətini, daha çox məcburiyyətini öz üstünə götürmüsən. Ona görə birinci sən burada nəyi araşdırmalısan? Görəsən mənim xəyallarım, yəni pul bir vasitədir. Bu xəyallarımı həyata keçirmək üçün vasitəyə keçməmişdən əvvəl
Bu xəyalların mənim üçündürmü? Sən birinci bu sual verməlisən. İkinci, ailəndən pulla bağlı hansı əsas inancları götürmüsən? Məsələn, pul qazanan insanlar ancaq pis yolla mı qazanır? Pul qazanan insanlar qudururmu? Və yaxud da pul qazanmaq üçün çoxmu əziyyət çəkmək lazımdır? Və yaxud da həyatda hər şeydən daha çox sən zəhmətkeş olmalısan və bu halda pul qazanacaqsan. Bu kimi cümlələr eşitmisənsə, yəqin ki, bu səni motivasiyadan sala bilər. Necə? Bax, fikirləşirsən ki, müəyyən bir summa qazanmalısan və əslində bunun müəyyən qədər daha rahat deyəndə daha necə deyə bilərəm, daha məntiqli, daha qısa və yaxud da daha ağıllı işləmək variantları var. Amma sən özün bütün günü işlədirsən və bütün günü işləyəndə daha çox pul qazanacağını düşünürsən. Və yaxud da az pul qazananda bütün günü işlədiyin üçün özünü az günahkar hiss eləyirsən. Deməli, burada bir stop eləmək nöqtən var sənin. Burada birinci sən ağıllı işləmək haqqında fikirləşməlisən. Necə? Çox işləmək, çox qazanmaq demək deyil. Yoxsa, məsələn deyirəm, bugün 14-15 saat işləyən Afrikada, dünyanın bütün ölkələrində, hətta çox uzağa getməyim, Azərbaycanda işləyən insanlar var. Onlar niyə zəngin deyil? Məsələn, bu sualı ver özünə və məntiqli olaraq bir cavab tapmağa çalış. Digər bir hissədə ailəndən öyrəndiyin inancları fərqinə var. Məsələn, ailəm pul qazananda, ailəm müəyyən dərəcədə qabağa getməyə çalışanda, görəsən pulla bağlı onların qarşısını nə aldı? Onlar pulu istəyirlər, amma pulla bağlı emosiyaları və hissləri nədir? Digər bir hissədə, əgər borcların varsa, əgər həqiqətən yüklənmisənsə, özünə digər bir sualı ver ki, görəsən mən bundan çıxandan sonra olan versiyamı bir təsəvvür eləyə bilirəm? Həqiqətən. Bax, sən bir çox şey eləmək istəyirsən. Pulu qırağa qoyuram. Uğur qazanmaq istəyirsən, səyahət eləmək istəyirsən, gözəl bir evlilik istəyirsən, ümumiyyətlə yaxşı bir persona, obraz halına gəlmək istəyirsən. Bunun üçün iş haqqında fikirləşirsən, bunun üçün nə qədər pul qazanmaq lazımdır bu haqda fikirləşirsən. Amma bunu həyata keçirəcək sən, yəni öz versiyan haqqında fikirləşirsən. Məsələn, kiməsə iş tapşırırsan, düzdür? Bunu elə, bunu bu cür elə. Amma yəqin ki, iş tapşıracağın adamı da özün bir analiz edirsən də, bu adamı görəsən bacarar, yəni bu adamın resursları nədir, bu adamın obrazı nədir? Doğrudurmu? Yaxşı, sənin obrazın nədir? Sənin formalaşdırdığın şəxsiyyətin nədir? Birinci, bu işləri bacarmaq üçün özünə sual verməlisən. Mən kiməm? Mən pul qazanan versiyada olan şəxsiyyətimi necə yarada bilərəm? Bax, məsələn, hal-hazırda mənim Instagram səhifəm var. Yəqin ki, sən məni YouTube-dan izləyərsən. Və o Instagram səhifəsində 10 nəfər olanda da mən Ofeliya Əliyeva bu cür danışırdım. Psixoloq olaraq danışanlarıma hansı xidmət verəcəyim haqqında düşünürdüm. İkinci olaraq 1000 nəfər olanda da belə idi. İndi 20.000 nəfər olanda da belədir. Yəqin ki, gələcəkdə 100.000, 200.000 olanda da belə olacaq və yaxud da indi YouTube səhifəm daha balacadır və böyüyəndə də bu yenə belə olacaq. Yəni, yaşamaq istədiyin, çatmaq istədiyin versiya nədirsə, sən onun kimi düşünməlisən, onun kimi qərar verməlisən, onun kimi qidalanmalısan, onun kimi hərəkət etməlisən və qərar verməlisən. Bir dəfə belə bir situasiya olmuşdu, bunu danışmaq istəyirəm sizlərlə. Mənə çox yaxınlarım həmişə OFA deyir və 18-19 yaşında bir departament sədri idim, psixologiya mərkəzi idi orada və dostlarımı yığmışdım başıma, yaxşı da iş görürdük, qazanc var idi mi, var idi. Mənə OFA deyərək müraciət edirdilər. Bir gün işə gələndə bizim bir supervisor var idi və mənə dediyi ən maraqlı cümlə bu oldu. Ofeliya, həyatın boyunca OF olmaq istəyirsən, yoxsa Ofeliya xanım? İnanırsınız, o gündən sonra muduma görə geyinməyi belə mən həyatımdan uzaqlaşdırdım. Bəli, muduma görə geyinməyi. 19 yaşında bir insan təbii ki, daha rahat geyinmək istəyər, daha cool bir style istəyər. Amma fikirləşdim ki, həqiqətən Ofeliya xanım olsaydım, istədiyim yerdə bir mərkəz sahibi, hansı ki, insanlar mənim vasitəmlə pul qazanır və yaxud da insanlara mən dəstək oluram psixoloji aspektdən, onda necə geyinərdim, necə düşünərdim, necə qərar verərdim? Və bugün mən bu yerdəyəm və o vaxt xəyalını qurduğum şeyi bugün yaşayıram. Ona görə sizin üçün də nacizanə həm psixoloq olaraq, həm də bu yolu keçən, bugün öz biznesi olan, bugün yüzlərlə danışan olan bir insan kimi deyirəm. Dostlar,
yaşamaq istədiyiniz və yaratmaq istədiyiniz həyatdakı obrazınız nədirsə, onun kimi davranmağa və düşünməyə başlayın. Diqqətiniz bir rul kimidir, maşın rulu. Yəni, bütün düşüncələriniz o rolu hansı tərəfə istiqamətləndirməyinizdən asılıdır. Ona görə bunu həyatınızda formalaşdırmaq üçün diqqətinizi doğru şəkildə yönləndirin. Bu qədər. Gələn videolarımda danışacağım ümumiyyətlə uşaqlıqda düşdüyümüz proqramlar haqqında. Şuursuzluqda olan bu dinamikalarımız istər münasibətdə, istər pulda, istər yemə, içmə davranışlarımızda və yaxud da sizin üçün çox ağır olan panik atakda, depressiyada özünü necə göstərir, bunlardan danışacağım. Nəzərə alın ki, həyatda yaşanılan bütün problemlər bir nəticədir və bunun arxasında dayanan bir həyat alqoritmi var. Şuursuzluqda dayanan bir dinamika var. Onu qidalandırmadığınız müddətcə artıq bu həyatınızdan çəkiləcək. İstəmədiyin həyat haqqında hər gün düşünəndə onu daha da çox qidalandırmış olursan. Gələn videoda istədiyin həyat barədə düşündüyün, bu obrazı yaratdığın bir halınla görüşmək üzərə.